Bu ayda yetişməkdən daha vacibi, əziz qardaşlarım, bu ayda ibadət və itaətlə məşğul olmaqdır. Gündüzləri oruç tutmaq, gecələri namaz qılmaq. Gündüzləri oruç tutmaq, fərz namazları qılmaq, nafilə namazlar, Quran oxumaq, zikr eləmək, gecələri isə gecə ibadətləri olan namazlar, təravih, vitr və s. Həmçinin Quran-ı Kərimi oxumaq, dua eləmək. Həqiqi yaşamaq bax budur bu ayda. Yoxsa Ramazana çox adam gəlir çatır. Görürsən ki, elələri var, orucun tutur, məscidə gedir, gəlir, namazın qılır, salih əməllər eləyir. Amma elələri də var ki, heç Ramazana çatmağı, çatmamağı heç bilinmir. Heç ümumiyyətlə bilmir ki, mən hansı aydayam? Mənim yetişdiyim ay necə bir aydır? Xəbəri yoxdur. Necə gəldi, yaşayır, nəfs, güc gəlir, yer, içir, baxmır. Halala harama baxmır, ağına bozuna baxmır. Bu yaşamaq deyil. Amma həqiqi yaşamaq bu ayda ibadətlə yaşamaqdır. Necə ki Uca Allah buyurur: "Ya eyyuhellezine amenu istecibu lillahi ve lirrasuli iza da'akum lima yuhyikum." Ey insanlar, sizler Allah'ın ve elçisinin içerisinde hayat olan çağrışına cevap verin.